Minalar, müharibə qalıqları və partlayıcı qurğular bir çox münaqişə və post-münaqişə vəziyyətində olan ölkələrdə mülki əhaliyə, hərbçilərə, sülh məramlılara, humanitar işçilərə hələ də ölümcül təhlükə yaradır. Azərbaycan belə ölkələrdəndir. Onun ərazisinin 13%-dən çoxu bu təhlükələrlə əhatə olunub və zərər çəkənlərin sayı artır. Bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Baş katibin humanitar silahsızlanma və mina təhlükəsizliyi kampaniyası adlı tədbirdə çıxış zamanı deyib. Diplomat qeyd edib ki, geniş miqyaslı mina çirklənməsi dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə ciddi maneə yaradır. Azərbaycan 2022-ci ildən etibarən BMT ilə birgə 3 beynəlxalq mina konfransı təşkil edib. Konfranslar humanitar mina təmizləmə, davamlı inkişaf və mina çirklənməsinin ətraf mühitə təsiri kimi mövzular üzrə konkret nəticələr və sənədlərlə yekunlaşıb. Səfir xatırladıb ki, Azərbaycan 2023-cü ilin dekabrında 1954-cü il Haaqa Konvensiyası çərçivəsində minaların mədəni irs obyektlərinə təsiri ilə bağlı qətnamənin qəbuluna nail olub. BMT Baş Assambleyasının 79/173 sayılı qətnaməsi ilk dəfə Azərbaycanın təşəbbüsü ilə qəbul edilib. Qətnamədə minaların, partlayıcı qalıqların, itkin düşmüş şəxslərin axtarışı və qalıqlarının tapılması prosesinə maneələr yaratdığı qeyd olunub. Diplomat mina fəaliyyətinin gender aspektinə də toxunub. Bildirib ki, Azərbaycanda ilk qadın mina təmizləmə qrupları Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyi, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının birgə layihəsi çərçivəsində yaradılıb. Səfir çıxışının sonunda beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha güclü həmrəyliyə və dəstəyə çağırıb. Dünya üzrə mina təhlükəsinin miqyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini, daha çox maliyyə və texniki dəstəyi tələb edir. Humanitar mina təmizləmə istiqamətində koordinasiyalı və adekvat fəaliyyət vacibdir, Tofiq Musayev vurğulayıb.